Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. 2024-cü ilin ikinci cəhd birinci qrup imtahanının suallarını izah edirik. İlk sualda integral verilibdir 6-dan b cos kvadrat x bərabərdir b-dən 6 sinus kvadrat x. Üstəcə 2/6. Düzdür, integral böyük ehtimalla birinci cəhd imtahanına düşmür, amma ikincidə düşəcək. Burada biz integralda bu xassəni bilməliyik ki, a-dan b-yə fx dx sərhədlərin dəyişdikdə B-dən A-ya mənfi olacaqdır. Ona görə də bu xassəni biz nəzərə alıb 6-dan B kosinus kvadrat x bərabərdir mənfi 6-dan B-yə sinus kvadrat x dx üstə gəl 2/6 yaza bilərik. Sola keçirsək əgər sərhədlər eyni olduğu üçün bir inteqralın daxilində toplaya bilərik. Bərabərdir 2/6-ya. Sinus kvadrat üstə kos kvadrat 1 elədiyi üçün 6-dan B-yə 1 dx 2/6-dır. İntegral törəmənin tərsi olduğundan şagirdlər nəyin törəməsi 1 eləyir? X-in. Deməli yazacaqsan x 6-dan B-yə bərabərdir 2/6. Burada da sərhədləri yerinə yazsaq B-ni 8/6 alar. İkinci sual dim toplunun sualıdır. Yəqin ki, sizə tanışdır. Kök 15 çıx kök 12 ədədinin kəsr hissəsini tapmalıyıq. Kəsr hissəsi ilə əksinin hasilini istəyir. Burada kök 15 3 ilə 4 arasında yerləşir. Kök 12 də 3 ilə 4 arasında yerləşir. Amma kök 15 çıx kök 12 müsbət ədəddir. Çünki kök 15 daha böyükdür. Və təbii olaraq 1-dən kiçik olduğu üçün hər ikisi 3 ilə 4 arasında olduğundan bunun tam hissəsi 0-dır. Deməli, kök 15 çıx kök 12-nin kəsr hissəsi ədədin özünə bərabərdir. Ədədin özü ilə, yəni kəsr hissəsi özünə bərabərdir, əksinin hasilini istəyirik. Burada da biz mənfini qarşısında saxlasaq əgər tam kvadrat deməkdir. Kök 15 çıx kök 12-nin kvadratıdır. Burada 12 vur 15 olacaq. 15 180 eləyir. 180 də 36 vur 5-dir. Deməli 12 kök 5 çıx 27. Cavab B variantı alınır. Üçüncü sualda 10-cu siniflərin üstü tənliklər mövzusuna aid bir sualdır. Burada 5 çıx 2 kök 6 üstündə x-ə bir t desək. Alırıq t üstə gəl 1 böl t 10-a bərabərdir. Ortaq məxrəcə gətsək t kvadrat üstə gəl 1 böl t 10-dur. Deməli t kvadrat üstə gəl 1 10t-yə bərabərdir. Buradan kvadrat tənlikdən biz üstə gəl 1 0 yazsaq. Nə alırıq? Diskriminant 100 çıxılsın 4 96-dır. Deməli tənliyin birinci kökü 10 çıx 96 16 vur 6-dır deyə 4 kök 6 böl 2. Yəni 5 çıx 2 kök 6. İkinci kökü isə 5 üstə gəl 2 kök 6 olacaq. Deməli 5 çıx 2 kök 6 üstündə x elə 5 çıx 2 kök 6-ya bərabərdir. Buradan x-i müsbət 2 tapdıq. Bu bir kökdür. 5 çıx 2 kök 6 üstündə x bərabərdir. 5 üstə gəl 2 kök 6. Bu bizə şagirdlər 1 böl 5 çıx 2 kök 6-nı verir. Yəni x 2 kökün mənfi 2-dir. Böyük kök istədiyi üçün doğru cavab C-dir. Artan həmdə silsilədə birinci həddi 2, ilk 3 həddinin cəmi 26-dır. Burada biz birinci həddi 2-dir, ilk 3 həddin cəmi 26-dır. Deməli, ikinci və üçüncü həddin cəmi 24 yaza bilər. Biz bilirik ki, həndəsi silsilədə kənar hədlərin hasili orta hədlərin kvadratıdır. Yəni, B2-nin kvadratı 2B3-ə bərabərdir. Və yaxud da B3 bərabərdir, B2 kvadrat böl 2. Bunu nəzərə alsaq burada, tutaq ki, biz B2-yə x yazsaq, bu olacaq x kvadrat böl 2, çıx 24, 0. 2-yə vursaq kvadrat tənlik bu şəkildə olacaq. Vurğularını ayırsaq, x üstə gəl 8, x çıx 6, 0. Bir kök mənfi 8, bir kök 6-dır.
Artan dediyi üçün biz ikinci həddin 6 olduğunu düşünürük. Deməli, ardıcıllığın ilk həddi 2, ikinci həddi 6, silsilə vuruğu artıq görürük 3'dür deyə, üçüncü hədd 18, dördüncü həddi 54'dür. Doğru cavab 54 olacaq. X üstə gəl 1 üstündə n açılışında binomial əmsalların cəmin 2 üstü n verir. Binomial əmsallar cəmi 2 üstü n 128'ə bərabər. Biz buradan n'i 7 tapırıq. Burada x üstə gəl 1 üstündə 7 al. Baxın, 5-ci hədd demək T5 yazanda kombinezon 7-dən 4 vurulsun. X üstü 7 çıx 4, 1 üstü 4. Kombinezon 7'den 4, 7, 6, 5, 1, 2, 3, vur x'in kubu vur 1. Buradan da cevap 35x kub almış. Yani Y variantı. 6-cı sualda A ve B çoxluqlarını veribdir. A ilə B'nin kəsişməsinin 4 elementi var. Açıq B'nin 8 elementi var. A'nın element sayını istəyir. 8 və 4'ün cəmi 12 olacaq. 7-ci sualda PL x olsa KP 2x olacaq. Deməli, bu bucaq 30 dərəcədir. MKP bucağını istəyir. Yəni biz burada MK diagonalını çəkməliyik. Diagonal burada 45-45 bölünür. Bucağı yarıya bölür. Çünki kvadratın diagonalı təm böləndir. Onda bura 45 olduğundan 15 dərəcə qalacaq B variantı. Kubun bütün üzərinə toxunan kürənin səthinin sahəsinin, kubun yan səthinin sahəsinə olan nisbətini tapın. Təsvir eləyək ki, biz bir kub çəkmişik. Kubun burada bütün üzərinə toxunan dediyi üçün bu kub daxilinə çəkilmiş kürə sayılır. Məsələn, mən indi digər rənglə kürəni çəkirəm. Yəni, bütün üzlərə toxunur. Burada bu kürənin radiusuna R yazsaq, onda kubun tərəfi 2R olacaq. Kürənin səthinin sahəsi S kürə 4πr kvadratdır. Kubun yan səthinin sahəsi bu kürənin səthinin sahə düsturudur. Kubun yan səthi isə 4A kvadratdır. A'nın əvəzinə də 2R yazanda 4 vur 4R kvadrat 16R kvadrat olur. Bizdən 4πr kvadratın 16R kvadratın nisbətini istəyirdi. Cavab pi böl 4 alır. 9-cu sualda A'nın hansı qiymətində 2M, M cütü tənliklər sisteminin həllidir. Deməli, biz buna x, y desək, x-in əvəzində 2M, y-in əvəzində M yaza bilərik. X-in əvəzinə 2M, y-in əvəzinə M yazırım. Buradan 5M 15 olduğu üçün M-i 3 tapırıq. M-ə 3 yazsaq əgər 4 vur 3 çıx. A vur 3 bərabərdir 6. 3A bərabər 6, A bərabər 2 alır. Parabolanın təpə nöqtəsinin Tx0, Y0 desək əgər, apsisi mənfi B böl 2A'dır. Ordinatı isə 4AC çıx B kvadrat böl 4A'dır. İndi bizə təpə nöqtəsinin apsisini 1 veribdir. Burada A'nın mənfi 1 olduğunu görürəm deyə mənfi B böl 2 vur mənfi 1 1'ə bərabər. B'nin müsbət 2 tapırıq Y var. 11-ci sualda limit en sonsuzluğa yaxınlaşdıqda hesablanmasını tələb eləyir. Şagirdlər diqqətlə baxsaq əgər, diqqətlə baxsanız, limit en sonsuzluğa getdikdə 5 kök n, burada isə 36n üstəgəl kök altda 15n'dir. Ardıcılığın limitini hesabladıqda biz həmişə düşünürük ki, n'in ən böyük qüvvətinə bölək. Burada sürət və məxrəci kök altda n'ə bölsək, nə alarıq? Limit n sonsuzluğa yaxınlaşdıqda kəsin sürətində 5. İndi bu ifadəni kök altında n'ə böləndə burada olacaq 36 üstəgəl
Kök altda 15n böl n. Baxın bu şəkildə. Bərabərdir. Limit n sonsuzluğa getdikdə 5 üstə gəl. Buradan 36 üstə gəl. Bax, diqqət eləyin. Mən kənarda yazıram. Kök altda 15n bölünsün n. Burada biz kök 15 böl kök n ala bilərik. Yəni bu kök altda n-i ixtisar etdik sanki. Onda bu ifadənin limiti gedəcək sıfıra. 36 üstə gəl 0. Buradan da 5 bölü 6 cavab Y variantı alır. 12-ci suala baxaq. Şagirdlər, modulda x üstə gəl 1 var deyə, məsələn, əvəz etməklə bu misalı həll etmək mümkündür. Modul tənliyi xassəsindən də istifadə etmək olar, amma mən sizə bir üsul deyim. Burada tam kvadrat ayırıb, çıx 3 dənə modulda x üstə gəl 1, 3-ün 1-in yazdım, ikisini də bura yazıram. Bərabər 0. Bu ifadə x üstə gəl 1-in kvadratı çıx 3 dənə modulda x üstə gəl 1 üstə gəl 2 bərabər 0 demək. Bu üsul şagirdlər bəzən düşünmür bunu, amma çox rahat olur. Modulda x üstə gəl 1-ə t deyəndə alıram t kvadrat çıx 3t üstə gəl 2 0. Buradan vuruqların 1 və 2 olduğunu görürəm. Deməli, modulda x üstə gəl 1-ə 1 desəm, tənliyin birinci kökünə mənfi 1 yazaram, mənfi 2. Müsbət 1 yazsam, ikinci kökü 0. Burada kökü 2 tapmışıq deyə t-ni, x üstə gəl 1-ə mənfi 2 yazsam, üçüncü kökü mənfi 3, müsbət 2 yazsam əgər, modulsuz yazmalıydım, müsbət 2 yazsam əgər, müsbət 2 yazsam, x üstə gəl 1 bərabər 2, dördüncü kökü müsbət 1 tapıram. Köklərin cəmi mənfi 2, 0, mənfi 3, mənfi 5, bir də gəldik mənfi 4. D variantı olur. 13-cü sual 2 və 4 ilə düz mütənasibdirsə, nisbətləri bərabərdir. Cəmi 18-dir deyə K əmsalını 3 tapırıq. Deməli, ədədlərimiz 6 və 12-dir. Hasili 72-dir. Daha sonra 14-cü sualda A və B vektorunu veribdir. 2 açıq 5B komponentini tapın deyir. A vektorunun əvəzində komponentləri 2, mənfi 1, 4. B vektorunun əvəzində isə 3, 0, mənfi 2 yazsın. Buradan alacağım 4, mənfi 2, 8, çıx 15, 0 və mənfi 10. 5-ə vurdum. Çıxdıqda 4 çıx 15, mənfi 2 çıx 0, uyğun komponentlər 1, 1 çıxılır. Alırıq mənfi 11, mənfi 2 və müsbət 18. Doğru cavab Y variantı. 16-cı sualda yan tilləri cüt-cüt perpendikulyar olan piramida alınır. Bax, fikir versəniz AB, AC, AD. Deməli, burada ortaq təpə nöqtəsi A. Cüt-cüt perpendikulyar deyirsə, baxın, bu şəkildə düşünə bilərsiniz. İndi burada AB-ni 6 düşündük. AC və AD cüt-cüt perpendikulyar. AB-yə 6 yazdım. BD-ni 10 ver. BD-ni 10 veribsə, deməli mən üçbucaq ABD-dən yan üzü buradan 8 tapıram. AD tilini. CD-ni 17 verdiyi üçün oturacaqdakı ACD üçbucağından AC-ni 15 tapır. Bizdən də AC-ni tələb edir. Cavab D variantı. 16-cı sual. 2 fəza sualı burada ardıcıl verilib. Düzgün dördbucaqlı prizma dediyi üçün oturacağını biz kvadrat düşünürük. Hündürlüyün də 7 verib. Əslində burada biz düzbucaqlı paralelepipedin diagonal düsturunu istifadə edərək, baxın, oturacağın tərəfinə A yazıram, diagonal 13-dür. Diagonal düsturu necə idi? Düzbucaqlı paralelepipeddə diagonalın kvadratı tillərin kvadratlar cəmidir. Yəni 13 kvadrat bərabərdir 7 kvadrat üstə gəl A kvadrat üstə gəl A kvadrat. Buradan 2A kvadratı tapırıq.
169 və 49-un fərqi 120. Yəni üstəcə 2 a kvadrat yazsaydı. Deməli a kvadratı 60 tapdı. Bizdən də oturacağın sayısını istəyir. Amma indi düsturu əzbərə bilməyən şagirdlər nə etməlidir? Oturacağın diaqonalını çəkir. Kvadratı olduğu üçün oturacağın diaqonalı a kök 2-dir. Sonra baxın bu diaqonal kəsiyində yaranan A1C düzbucaqlı üçbucağından Pifaqor teoremini yazır ki, 169 bərabərdir 49 üstəgəl 2a kvadrat. Düstur da elə buradan alır. Doğru cavabı olur D variantı. 17-ci sualda hesab-ı kvadrat kökün bir xassəsini istifadə edərik. Necədir burada xassə? Baxın. Burada kök altda 4x çıx 16 sıfırdan kiçik olmaz. 20 çıx 5x də sıfırdan kiçik deyil. Alırıq ki 4x 16-dan kiçik deyil, mənfi 5x mənfi 20-dən kiçik deyil. X 4-dən kiçik deyil, x 4-dən böyük deyil. Hər ikisini ödəyən doğru cavab x 4-dür. Deməli biz x-in yerinə 4 yazsaq, kök altda 16 çıx 16, 20 çıx 20, 14 vur 4, bölünsün 4 çıx 2. Bu da 56 bölü 2, cavab 28. A variantı olacaq. 18-ci sualda trigonometrik tənliklər mövzusuna aiddir. Trigonometrik çevrilmələrdə biz bu tipli məsələlərin sürət və məxrəcini ya kosinusa ya sinusa bölürdük. Ki tangenslər ya da kotangenslər alınsın. Amma indi burada heç bölmürəm. Çarpaz vuracam. 8 kosinus x üstəgəl 4 sinus x. Bərabərdir 3 kosinus x üstəgəl 9 sinus x. Sola keçirdirəm kosinusu, sağ tərəfə sinusu keçirdir. Buradan 5 kosinus x bərabər 5 sinus x alır. Hər tərəfi burada sinus x-ə bölürəm. 5 sinus x-ə bölək. 5-lər zaten ixtisar gedəcək. Kotangens x bərabərdir 1. Deməli x arq kotangens 1 üstəgəl pi k-dır. Yəni doğru cavab pi bölü 4 üstəgəl pi k olacaq. 19-cu sualda AC və AB çevrəyə çəkilmiş toxunanlardır. C-dən AB-yə çəkilmiş C-in perpendikulyarında BM-i 4 verib, MA-nı 6 verib. Aha, CY parçasının uzunluğunu tap deyir. Perpendikulyar dediği üçün bura 90 dərəcə qeyd edək. İndi bu sualın həlli üçün biz nə etməliyik? Baxın, birinci məsələ burada bu toxunan olduğundan istifadə edərək məsələyə baxın, buradan bura qədər 10 olduğunu görür. Çevrədə bir nöqtədən çəkilmiş toxunanlar bərabərdir deyə burada 10-dur. Və perpendikulyar verib deyə bu düzbucaqlı üçbucaqdan C-ni 8 tapır. Hə, mən üzr istəyirəm, CM-i 8 tapırıq. CM-i 8 tapırıq. Bizdən indi CY-ni istədiyi üçün mən YM-i 4-ün kvadratı bərabərdir. MY vur, MC-yi yazıram. MC-ni 8 Pifaqorla tapmışam deyə. MY bərabər olur 16 bölü 8, 2. Onda CY-yə düşəcək 8 çıx 2, 6. Biz MC-ni tapmışdıq 8. Doğru cavab C variantı. 20-ci suala baxaq. Burada şagirdlər əsas loqaritmik eynilikdən istifadə edərək x kvadrat alırıq. Çıx 2x çıx 3 sıfırdan kiçik deyil. Amma loqaritmanın daxilində x kvadrat varsa, burada x kvadrat sıfırdan böyük olduğunu nəzərə almalıyıq. Biz vuruqlarına ayırsaq x çıx 3 x üstəgəl 1 sıfırdan böyük deyil. İntervallar üsulu ilə mənfi 1 3 yazdıq. Müsbət mənfi müsbət. Dairələri qeyd elədik. Buradan mənfi 1-dən 3-ə qədər alırıq cavab. Amma indi burada x kvadratın sıfırdan böyük olduğunu nəzərə almaq lazımdır. Deməli, burada cavab olacaq mənfi 1-dən 0-a, 0-dan 3-ə. Tam həllər cəmini istədiyi üçün biz mənfi 1, burada məsələn 0 götürməməliyik. 1, 2, 3. Doğru cavab 5 alırıq.
Növbəti suala baxaq. 21-ci sualda kotangens kvadrat x kvadrat x varsa dərəcə azaltma düsturuna görə 1 üstəgəl kosinus 2x böl 1 çıx kosinus 2x yaza bilər. Burada kotangens kvadrat x-in əvəzində 3 pi böl 4 üstəgəl alfa. Bu sualda dimin test toplusunda var. 2 vur x-in əvəzində 3 pi böl 4 üstəgəl alfa yazıram. 1 çıx kosinus 2 vur 3 pi böl 4 üstəgəl alfa yazdım. Bərabər. Buradan alırıq ki kosinus 3 pi böl 2 üstəgəl 2 alfa 1 çıx kosinus 3 pi böl 2 üstəgəl 2 alfa. Bərabər. 3 pi böl 2'nin üzərinə gələndə 4-cü rübə düşür. Kosinus müsbətdir. Adın dəyişir. 1 üstəgəl sinus 2 alfa böl 1 çıx sinus 2 alfa alınır. Sinus 2 alfanın əvəzinə 5'də 1 yazırıq. 1 çıx 5'də 1. 5'də 6 böl 5'də 4 cavab olur 6 böl 4. Yəni 1,5. Doğru cavab Y variantı. 22-ci suala baxaq. M parametrin hansı qiymətində mənfi 1 ədədi funksiyanın ekstrem nöqtəsi olar? Ekstremum nöqtəsi olması üçün funksiyanın böhran nöqtəsi olması lazım. Böhran nöqtəsi isə törəmənin sıfıra çevrildiyi və ya törəmənin olmadığı daxili nöqtələrə deyilir. Burada bunu funksiyanın törəməsi kvadratik funksiyadır. Kvadratik funksiyanın bütün nöqtələrdə törəməsi var. Böhran nöqtəsi olması üçün o törəmə sıfıra bərabər olmalıdır. Deməli, x bərabər -1 bu kvadrat tənliyin kökü olmalıdır. Buradan biz alırıq. 3m üstəgəl 6 çıx 12 0'dır. Deməli 3m 6'ya bərabərdir, m 2'dir. Ekstremum nöqtəsi olması üçün şagirdlər əslində burada bir dənə də vacib şərt var ki, əgər ekstremum nöqtəsidirsə, həmin böhran nöqtəsində törəmə işarəsini dəyişməlidir. Ya mənfidən müsbətə keçməlidir, ya da müsbətdən mənfiyə keçməlidir. İndi burada kvadratik funksiya olduğu üçün və təkrarlanan kök olmadığından m-ə biz 2 yazanda bu funksiyamız olur 6x kvadrat çıx 6x çıx 12. Törəməsi buna bərabərdir. Buradan 6'nı ortaq çıxartdıq. X kvadrat çıx x çıx 2 alınır. Həqiqətən də görünür ki, -1'də törəmə işarəsini dəyişir. Düzdür, şagirdlər bu hissiyə diqqət eləmir. Bu misal üçün doğru cavab 2'dir. Tapıb keçirlər. Amma funksiyanın ekstrem nöqtələri şərtini gərək tam biləsiniz. 23-cü sualda çoxəllin vuruqları ayrılışını veribdir. Biz buradan şagirdlər a kubuna x kimi baxsaq, alarıq x kvadrat çıx 5x çıx 24. Köklər cəmi 5 hasili -24 elədiyindən kökləri 8 və -3'dür. Deməli alırıq biz a kub çıx 8, a kub üstəgəl 3. A kub üstəgəl 3 var. Mən indi bunu yazdım. A kub çıx 8'i vuruqlarına ayırsaq. A çıx 2, a kvadrat üstəgəl 2, a üstəgəl 4 alırıq. Deməli, a çıx 2 də varsa, B çoxhəllisi budur. Çoxhəllinin əmsallar cəmi 1, 2, 4'ün cəmi 7 edəcək. Mən sizə bir üsulla deyim burada, şagirdlər. Bu verilmiş çoxhədli. Baxın, bu ümumi çoxhədliyimizə bir px desək və yaxud da PA deyək. Həmin PA-dır da bu çoxhədli. P1 əmsallar cəmi deməkdirmi? 1 çıx 5 çıx 24 -28. Eyni şəkildə burada da 28 eləməlidir. A-ya 1 yazırıq. 1 üstəgəl 3, 1 çıx 2 vur. B-nin əmsallar cəminə də tutaq ki, B yazır. -28. Buradan -4B -28'dir. B-ni tapırıq ki, 7'dir. Yəni, əmsallar cəmi tapmaq üçün əslində vuruqları ayırmağa heç ehtiyac yox idi. Növbəti suala keçək. Loqaritma mövzusuna aid bir sualdır. Bu suallar demək olar ki, şagirdlər, haradasa 7-8 dənə sual təqribən dimin toplusunda eyni suallardır. Yəni, bunu ona görə deyirəm ki, dimin test toplusunu normal yazmış, təkrarlamış şagirdlərin blok imtahanı, buraxış imtahanı çox rahat olur.
Baxaq misalın həllinə. Loqaritma P üstü 4 əsasdan AB-ni buradan 4də 1 qarşıya çıxardıb 6 yazsam. Bu birisində də 4də 1 P əsasdan A böl B-ni qarşısında yazsam 2-dir. Deməli, alıram ki, P əsasdan AB 24-dür. P əsasdan A böl B 2-dir. Bundan sonra müxtəlif versiyalarından cavab taparıq. Məsələn, bir üsul belədir ki, P əsasdan AB olduğu üçün eyni əsaslı loqaritmləri cəmləyə bilərik. P əsasdan, yəni. P əsasdan A böl B-ni 2 və 2 deyil, üzr istəyirəm. Burada 2 vur 4 8-dir. P əsasdan A çıx. P əsasdan B 8 yazır. Tərəf-tərəfə toplasaq 2 dənə P əsasdan A 32-dir deyə P əsasdan A-nı 16 tapırıq. Deməli, P əsasdan B bizim üçün 16 8 8-dir. Tərəf-tərəfə böldükdə doğru cavab 2 alınacaq. Davam edək. 25-ci sualda ABC ilə BCD-ni bərabər verib, bucaqlara alfa-alfa yazaq. B bucağına da beta deyək. AD 7-dir, BD 9-dur. BC parçasının uzunluğunu tapmamızı istəyir. Şagirdlər, üçbucaq ABC-də alfa beta bucağı, üçbucaq CBD-də alfa beta bucağına bərabərdir. Ona görə bu iki üçbucaq oxşardır. Biz burada üçüncü bucağı qamma ilə işarə etsək, ACB üçbucağında da bu bucaq qamma olacaq. Yazıram qamma. İndi bizdə alfa bucağında qarşısı ilə qamma bucağının qarşısındakı tərəflərdən ibarətdir məsələ. Ona görə betanın üstündən xətt çəkirəm. ABC üçbucağında alfanın qarşısında x, qammanın qarşısında 16-dır. CBD üçbucağında alfanın qarşısında 9-un, qammanın qarşısında x-ə nisbəti. Buradan x kvadrat 144 alırıq. Deməli, x 12-dir. Növbəti suala keçək. Həndəsənin əsas anlayışlarına aid bir sualdır. Burada PK tənböləndir MPN-i. Yəni, bura alfadırsa, burada alfadır. KPM bucağı 42 dərəcə ilə çarpaz bucaqdır deyə alfa 42-dir. Deməli, burada 42-dir. O zaman MPY bucağı 180 çıx 84, 96 dərəcədir. NPK bucağını da 42 tapmışdıq. Bizdən bunların fərqini istəyir. Cavab 54 dərəcədir. 27-ci sualda AB rəqəmləri üçün uyğunluğu müəyyən edin deyir. Biz buradan A-na üstəgəl B çıx 10B çıx A bərabərdir 4A çıx 3B yazsaq. Deməli, 5A bərabər olacaq. Buradan 9B 6B'dir deyə. A'ya düşəcək 6K, B'yə düşəcək 5K. K'ya 1 deyəndə deməli A6, B5 oldu. Onda bunların cəmi 11-dir. Yəni 1-ə Y variantı uyğundur. İkincisində eyni şəkildədir. 10A üstəgəl B, 4A üstəgəl 8B'dir. 6A 7B'yə bərabər, deməli A7, B6 imiş. Bunların cəmi 13-dür, 2-yə A uyğundur. Fərqi 1 eləyib yazmayıblar. Üçüncüsündə şagirdlər, AB üçün mən alt-alta yazsam cavabı birbaşa taparam ki, A neçədir, B neçədir. Baxın, 3-dən B çıxıb 8 alıbsa, deməli B 5-dir. B'yə 5 yazanda 5-dən A çıxıb artıq 1-ini atıb ora, ona görə A'ya düşür 2. A və B-nin cəmi 7-dir, yəni C, fərqi isə 2B variantıdır. Üçüncü sualı belə də yaza bilərdik şagirdlər. Üçüncü bənddə 10A, 100A, üstəgəl 10B, üstəgəl 3. Buradan 10-u ortaq çıxartsaq, 10A üstəgəl B üstəgəl 3-dür. Yəni A, B 3-ü 10 vur A, B üstəgəl 3 yaza bilərdik. İndi buradan 10 vur A, B üstəgəl 3. Çıx A, B-ni 228 veribsə, deməli 9 dənə A, B 225-dir. O zaman A, B-yə
225 bölü 9 25 düşəcək. Növbəti suala baxaq. Birinci qruplarda son 3 sualdan ikisi ətraflı yazı tələb edən sualdır, situasiya deyil. Üçüncüsü isə isbat məsələsidir. AC diaqonalı BAD-nin təm bölənidir. Onda çarpaz bucaq BCA-ya da alfa deyərik. AB 8-dir, deməli BC də 8-dir. ABC sahəsinin, baxın, S1-in SABCD trapesiyasının nisbəti 2 bölü 5-dir. Yəni, mən bura 2S yazsam sahəyə. Trapesiyanın ümumi sahəsi bu olacaq 5S. Deməli, ACD-nin sahəsi 5S çıx 2S, 3S'dir. Burada 3S yazaq. İndi biz şagirdlər hündürlükləri eyni olan üçbucaqlarda sahələr nisbətini bilirik. Buradan biz hündürlük çəksək əgər H. ABC üçbucağının sahəsi 8 vur H bölü 2-dir. C təpə nöqtəsindən oturacağa hündürlük çəksək. Paralel olduqları üçün hündürlük eynidir. BC AD-yə paraleldir. Ona görə H-lar eynidir. ACD-nin sahəsi AD vur H bölü 2-dir. Ona görə burada tərəf-tərəfə bölsək əgər ABC-nin ACD-yə nisbəti, bu xassəni biz şagirdlərlə onsuz da xassə kimi yazırdıq. 8 bölü AD-dir. Yəni 2S bölü 3S-ə bərabər. Buradan 2S-dən 3S-lər 8, 4, 3 vur 4, AD olur 12. 29-cu sual ehtimal mövzusuna aiddir. Eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacağı xanalardakı ədədlərin cəminin tək olma hadisəsinin ehtimalını tapın. Aha, maraqlı sualdır. Gəlin bir-bir analiz edək. Burada deməli birinci dairədə 4, 8 ədəd var. İkincidə isə 2, 5 ədəd. Cəmin tək olması üçün, şagirdlər, cəmin tək olması üçün, əgər cəm tək ədəddirsə, burada ya birinci tək, ikinci cüt olmalıdır. Ya birinci cüt, ikinci tək olmalıdır. İndi burada cəmi versiyalar, burada 8-dən biri dayana bilər. Baxın, mümkün hallar sayı. Birinci çarxda 8 dənə, ikinci çarxda 5 dənə. Mümkün 40 variant var. Bizim üçün əlverişli hal odur ki, birinci çarxda tək dayansa, ikincidə cüt dayansın. Birincidəki tək xanaları sayaq görək hansı ədədlərdir? Deməli 11, 9, 5, 41, 75. Birincidə 5 dənə tək ədəd var. İkincidə cüt olması üçün 8, 12, 9, 4 versiya var. Və ya toplayırıq. Bu birinci hal idi bizim yazdığımız. İkinci hal üçün birincidə cüt xanalar neçə dənədir? 36, 16, 64. 3 dənə versiya var. İkincidə tək olan bir versiya var. Ona görə vururuq 1-ə. Cavab olur əlverişli hallar sayı 23. Deməli, hadisənin ehtimalı 23 böl 40 olacaq. Ümid edirəm başa düşdünüz. Burada birinci çarx, ikinci çarxdan asılı olmadığı üçün asılı olmayan hadisələrin ehtimalı, onların ayrı-ayrı ehtimallar hasilinə bərabərdir. Növbəti 30-cu sual isbat məsələsidir. Dördbucaqlıda ABCD-yə kongruent yazıb. BY və DF ABC və ADC-nin təm bölənləridir. Burada şagirdlər AD ilə BC-ni də bərabər veribdir. Bizdən tələb edir ABY üçbucağı ilə CDF üçbucağının kongruent olduğunu isbat edək. Deməli, bizim bu məsələni isbat eləmək üçün şagirdlər bir tərəf və bir bucaq məlumdur. Buradan məsələnin həlli üçün üçbucaq ABC-də B-yə təm bölən xassəsini istifadə etsəm, AB-nin BC-yə nisbəti AY-nin YC-yə nisbətidir. Üçbucaq ADC-də D-yə təm böləninin xassəsini istifadə edək. Necə olacaq? CD-nin AD-yə nisbəti CF-nin AF-yə nisbətinə bərabərdir.
Burada AB və CD-yə A yazaq, BC və AD-yə B yazaq. Bu zaman burada AB, burada da CD AB-dirsə. Belə çıxır ki, AY-nin YC-yə nisbəti, AY-nin YC-yə nisbəti CF-nin AF-yə nisbətinə bərabərdir. Doğrudurmu? Biz buradan əslində fiqurun paralelloqram olduğunu bilirik. Biz alfa beta yazmağımız da doğru deyil buna. Alfa alfa yazsaq daha yaxşı olardı. Buradan nə çıxır? AY FC'yə bərabərdir, YC AF-yə bərabərdir. Yəni mən burada AY-yə bir M yazsam, CF M olacaq, ortaya da bir X düşəcək. İndi hansı üçbucaqlar biz ispat eləməliydik? Üçbucaq A, B, Y-də. Baxın, alfanın qarşısı M, alfanın qarşısı M. A tərəfi var və qarşısındakı bucaq var. Üçbucaq C, D, F-də. Bettanın qarşısı burada tənböləndi deyə bu alfa alfa yazmaq lazımdır. Biz bərabər olduğunu qeyd eləməliydik. Burada CF-yə baxın, burada A və M alfa bucağı da M-in qarşısında. Deməli burada bunun da qarşısındakı bucaq eynidir. Burada CD-nin CD tərəfi A-dır. Alfanın qarşısı M-dir. Artıq bu bucağın da bərabərliyini gördük. Buradan üçbucaqların bərabərliyi əlaməti alınır. Necə olacaq? Deməli, bu bucağa biz qamma yazsaq, əslində çarpaz bucaqların bərabərliyi nə? Biz buradakı bucaq BAY-nin bucaq DCY-yə bərabər olduğunu yazsaydıq, artıq AY və CF-nin də bərabərliyini göstərmişik. Bura M yazdıq. TBT əlamətinə görə bu iki üçbucaq kongruent olur. Artıq imtahanı bitirdik. Növbəti sınav imtahanlarında görüşərik. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.